Neft qiymətlərinin düşməsi və Qərbin sanksiyalarının rublun dəyərinin salması ithal mallarının qiymətlərinin qalxmasına səbəb olub. Bu da öz növbəsində Rusiya iqtisadiyyatını tənəzzülə uğradır. Rusiya prezidenti Vladimir Putin iqtisadi gərginliyin 1-2 il davam edəcəyini deyib. Lakin bu Rusların narazılıqlarını azaltmır. Mən bu haqda düşünməməyə çalışıram. Vəziyyət çox ağırdır və biz bunun necə davam edəcəyini görəcəyik. Qorxuludur. Bu il səyahətə çıxa bilməyən Rusiyalıların çoxu qış mövsümünün əyləncələri ilə kifayətlənəcək. Bayram alış-verişinə çıxan müştərilər pul xərcləmə vərdişlərini dəyişməli olsalar da hədiyyələr almaqda davam edirlər. Maria adlı bu qadın trikotaj mallar satır. İqtisadi problemlər üzündən insanlar daha ucuz və daha praktiki mallar alır. Bu mallar ən çox satılan mallardandır. Kisəsində pulu tükənmiş Rusiya yeni ilə hazırlaşdığı bir vaxt Şaxta Baba bayram tövsiyələri edir. Я не предсказатель, не колдун и не провидец. Я всего лишь новогодний зимний волшебник. Mən nə sehirbazam, nə də cadügər. Mən sadəcə Şaxta Babayam. Sizin yeni iliniz sizin özünüzdən asılıdır. Какие новогодние пожелания будут в новогоднюю ночь, таким и будет год наступающий. Все зависит только от вас. Bayram əhval-ruhiyyəsinə baxmayaraq, Kremlin iqtisadiyyatı tənzimləyə bilməyəcəyi və Ukraynaya təcavüzü davam etdirəcəyi müddətində Rusiyada iqtisadi böhranın daha da dərinləşəcəyini deyənlərin sayı az deyil. Vaşinqtondan Nərminə Cəlalqızı, Amerikanın səsi.